Salam əziz yoldaşlar, hər vaxtınız xeyir. Mən Mehrac Abdurrahmanlı, Meta Education təhsil şirkətinin təsisçisi və rəhbəriyəm. Eyni zamanda 5 ildən artıqdır ki, mühasibatlıq sahəsində fəaliyyət göstərirəm və indiyə qədər 500-ə yaxın tələbənin mühasib olaraq iş həyatına, karyer həyatına başlamasında müəyyən bir rol oynamışam, onlara müəyyən bir təlimlərin keçirilməsində iştirak etmişəm. Bizim bu paketimizi yaratmaqda isə əsas məqsədimiz kursa gəlməyə 4 ay, 5 ay daimi müəyyən qrafiklə kursa vaxt ayırmağa imkanı olmayan şəxslərin, hansı ki, ola bilər təhsillə və ya işlə əlaqədar bu zaman ayıra bilmirlər, evdə self-study edərək mühasibat kodunu tam praktiki şəkildə öyrənmələrinə şərait yaratmaqdır. Bu paket self-study olsa da, bunu nəzəri bir paket kimi qətiyyən düşünməyin, çünki bu paketin tərkibində siz real vəünlər üzərində, real işlər üzərində işləyərək mühasibatlığı öyrənəcəksiniz. Öncəliklə mən sizi bizim sillabusumuzla tanış edəcəm. Gəlin, birlikdə nəzər salaq sillabusumuza, baxaq biz nələr öyrənəcəyik sizinlə. Baxın, sillabusumuz ümumilikdə 4 moduldan ibarətdir. Mühasibat uçotu, kadrların uçotu, verici uçotu və 1C proqramı. Burada onu qeyd edək ki, mühasibat uçotu hissəsinin tərkibində həm mühasibatlığın təməl nəzəriyyəsi, həm də ki, mühasibatlıqla əlaqədar bütün şirkətlərdə istifadə olunan, bütün sektorlarda istifadə olunan praktiki əməliyyatlar yer alır. Kadr uçotu hissəsi müəyyən qədər insan resursları şöbəsinin işi olsa da, mühasibatlıq şöbəsində də biz müəyyən kadr əməliyyatları aparırıq. Hətta bəzən kiçik şirkətlərdə HR şöbəsi olmadığına görə kadr əməliyyatlarını da, hətta HR-ın vəzifə öhdəliklərini də mühasib yerinə yetirməli olur. Ona görə biz əmək bazarının tələbini nəzərə alaraq sizi sıfırdan tam olaraq hansısa şirkətdə işləyə biləcək mühasib olaraq yetişdirmək üçün kadrların uçotunda proqramımıza daxil etmişik. Vergilər və hesabatlar bölməsində də siz vergi bəyannamələrinin tərtib olunmasını öyrənəcəksiniz. BIRES proqramı hissəsində isə bütün mühasibat uçotunun BIRES proqramında tətbiq edilməsi, yığılmasını öyrənmiş olacaqsınız 8.3 versiyasında. Öncəliklə onu deyim ki, bizim tədrisimiz digər tədrislərdən əsas nə ilə fərqlənəcək? Bununla ki, biz sizinlə burada daha çox mövzu üzərində deyil də, proses üzərində gedəcəyik. Məsələn, şirkətin yaradılması bir prosesdir, düzdürmü? Birinci məsələmiz şirkətlər nədir, onu öyrənəcəyik. Ardından şirkət yaradılması prosesini tam rəsmi əməliyyatlar nələrdirsə onları öyrənəcəyik. MMC-nin qeydiyyat ərizəsini verəcəyik, obyekt qeydiyyat ərizəsini verəcəyik, bank hesabı necə açılır, əmək müqavilələri necə bağlanır və s. Ardından keçəcəyik alqı-satqı hissəsinə. Orada biz sizinlə öyrənəcəyik ki, işçilər, daha doğrusu kontragentlərlə, yəni mal satanlar və mal alanlarla bizim əməliyyatlarımız hansı formada rəsmiləşdirilir? Yəni, müqavilələr, qaimələr, invoicelar, hesab fakturalar və s. Və bizim tədrisimizin tərkibində olacaq. Daha sonra avadanlıqlarımızın, binamızın uçotu, onların köhnəlmələri, təmirləri və s. bunlarla bağlı əməliyyatlar. Daha sonra ambarımızın uçotu, malımızın, materialımızın mədaxili, məxarici, onlarla bağlı əməliyyatlar. Bu artıq bizim mühasibat uçotu hissəmiz olacaq. Daha sonra keçəcəyik kadr uçotunda. İşə qəbul, işdən çıxarma, əmək şəraiti, yəni burada iş rejimləri və s. də var. Əmək haqqının hesablanması, məzuniyyət, ezamiyə, müaviniyyətlər hər birini görəcəyik. Bununla kadr uçotuna aid əməliyyatları, kadrlarla bağlı bizim əsas müraciət etdiyimiz mənbə əmək məcəlləsi olacaq. Əmək məcəlləsi üzərindən öyrənəcəyik və praktik olaraq tətbiq edəcəyik. Sonra keçəcəyik vergilər bölməsində vergi bəyannamələri. Bunun üçün təbii ki, öncəliklə vergiləri öyrənəcəyik, vergi növlərini. Qazancdan tutulan, əmlakdan tutulan, dövriyyədən tutulan vergilər, hər bir haqqında vergilər məcəlləsində bilməmiz gerəkən məqamlar, sonra isə bəyannamələrinin tərtib olunması. Daha sonra isə biz sizinlə 4-cü hissə BIRES proqramına keçəcəyik və BIRES proqramının artıq üzərində bütün əməliyyatlar, şirkətin açılmasından, satın alma, satış, əmək haqqı, ambar, əsas vəsaitlər, hesabatların tərtib olunmasına kimi hər bir şey öyrənəcəyik. Proqramın tərkibində dövlət portallarından istifadəni, bank portallarından istifadəni,
zəruri sənədlərdən istifadəni və s. hər birini öyrənəcəksiniz. Belə, bu bizim ümumi sillabusumuz. Sillabusumuzla tanış olduqdan sonra biz ilk mövzumuzdan başlayırıq tədrisimizə. Nəzərinizə çatdırım ki, bizim tədris müddəti ərzində istifadə edəcəyimiz bu konspektimiz var. Hansı ki, konspektimiz ümumilikdə 140 səhifədir. Bu 140 səhifənin son 30 səhifəsi sənəd formaları və s.dir. Əsasən yazılı material olan 110 səhifəli hissəsidir. Bunun tərkibində də mühasibat uçotu, kadr uçotu, vergi uçotu hər biri yer almaqdadır. Yəni, bu vəsaitin tərkibində hər biri yer almaqdadır. İndi isə biz belə deyək, başlayaq birinci mövzumuzdan. Birinci mövzumuz müəssisələr, şirkətlər mövzusudur. Biz müəssisələri, kommersiya müəssisələri üzərindən öyrənəcəyik. Yəni, özəl müəssisələr, hansı ki, mənfəət əldə etmək məqsədi ilə fəaliyyət göstərən müəssisələrdən söhbət gedir. Kommersiya müəssisəsi deyəndə hər hansı iqtisadi tələbatı ödəmək və qarşılığında mənfəət əldə etmək məqsədilə yaradılan, belə deyək, bir təsərrüfat subyekti nəzərdə tutulur. Yəni, hər hansı bir şirkət bazardakı bir tələbat ödəyir. Məsələn, Meta Education təhsil tələbatını və ya deyək ki, Baku Electronics elektronik məhsulların tələbatını ödəyir. Və bunun qarşılığında mənfəət əldə edirsə, kommersiya təşkilatıdır artıq. Yəni, bir var, məsələn, bu tələbatı hər hansı, belə deyək də, xeyriyyə məqsədi ilə və s. ödəmək. Bir də var ki, mənfəət məqsədli ödəmək. Əgər mənfəət məqsədli ödəyirsə, artıq adlanır kommersiya müəssisəsi. Kommersiya özü də ticarət deməkdir. Yəni, kommersiya müəssisəsi bir növ nəyinsə satışı ilə məşğul olan müəssisədir. İndi isə keçək, kommersiya müəssisəsinin növləri hansılardır? Yəni, kommersiya müəssisələri hansı formatlarda təşkil oluna bilər? Bunlara biz kommersiya müəssisəsinin təşkilati hüquqi formaları deyirik. Belə ki, təşkilati hüquqi formalardan birinci növbədə fərdi sahibkar tipinə baxaq. Fərdi sahibkar digər adı ilə vergi ödəyicisi olan fiziki şəxsdir. Yəni, hər hansı bir fiziki şəxs, hər hansı bir insan qeydiyyatda olduğu ərazi üzrə vergi idarəsinə gedərək vergi ödəyicisi kimi qeydiyyata alına bilər. Bu halda həmin şəxsə VÖN təqdim olunur. Yəni, VÖN-ün də açıqlaması vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir. Eyniləşdirmə nömrəsi. Okey. VÖN, yəni vergi ödəyicisinin eyniləşdirmə nömrəsi əldə edir və artıq vergi ödəyicisi kimi hər hansı bir biznes fəaliyyəti ilə, bir sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu, fərdi sahibkar tipidir. Fərdi sahibkarın üstünlükləri nələrdir? Üstünlüyü odur ki, yaradılması çox asandır. Bayaq dediyim kimi, vergi idarəsinə gedib ərizə verərək fərdi sahibkar kimi qeydiyyata alınmaq olur. Hətta bunu onlayn formatda da etmək mümkündür. New e-Taxes portalı vasitəsilə, hansı ki biz həmin portaldan sizinlə birgə istifadə edəcəyik və bu dediyim qeydiyyat prosedurunu birgə aparacaq. New e-Taxes gov.az portalı vasitəsilə. Bundan əlavə olaraq fərdi sahibkarın başqa üstünlüyü nədir? Başqa üstünlüyü isə odur ki, fərdi sahibkarın yaradılması üçün ilkin bir nizamnamə kapitalına, ilkin bir sərmayə də ehtiyac yoxdur. İdarə edilməsi də çox asandır. Çünki elə fərdi sahibkar özü həm bu biznesin sahibidir, həm rəhbəridir. Digər tərəfdən isə fərdi sahibkarın mənfi cəhətləri də var. Mənfi cəhətlərini onu deyə bilərik ki, fərdi sahibkar bir şirkət olmadığına görə o bir ortaq cəlb edə bilmir. Yəni, fərdi sahibkar, məsələn, əlavə investisiya cəlb etmək üçün deyək ki, biznesin bir əlavə, məsələn, hissəsini kiməsə sata bilmir. Buna görə artıq fərdi sahibkarın investisiya cəlb etmək qabiliyyəti zəif olur. Digər tərəfdən fərdi sahibkarın, belə deyək, başqa mənfi cəhəti isə burada bir şirkət olmadığına görə yenə fərdi sahibkar özü şəxsi olan borcu ilə şirkətin borcu, yəni şirkət deyil bir sözlə, o biznesdir. Həmin o biznesin borcu eyni hesab olunmuş olur. Yəni, necə? Deyək ki, biznes iflas etdi. Məsələn, mən fərdi sahibkar kimi VÖN açdım və getdim bir kredit götürüb mağaza açdım. İndi bu biznes iflas elədi, mağaza iflas elədi. Belə oldu halda o kreditin ödənilməsi mənim məsuliyyətimdədir. Yəni, mən şəxsi
büdcəmdən o krediti ödəməliyəm. Hansı ki, artıq biznes bunu ödəyə bilmir, biznes ödəmə qabiliyyəti yoxdur. Mən öz şəxsi əmlakımla məsuliyyət daşıyıram biznesin borcundan. Bax, fərdi sahibkarın əsas mənfi cəhəti olaraq biz bunu deyə bilərik. Bundan sonra fərdi sahibkarlarla bağlı əsas ümumi məlumatlar bunlar. Fərdi sahibkar kimi vən açıb hər hansı biznes fəaliyyəti ilə məşğul olmaq mümkündür. İkinci, ortaqlıq növündən danışaq. Ortaqlıq deyəndə nəyi nəzərdə tuturuq? Ortaqlıq birgə fəaliyyət adlanır. Yəni, digər formada biz onu necə ifadə edə bilərik? Ayrı-ayrı fiziki və hüquqi şəxslərin bir müqavilə ətrafında birləşməklə hər hansı biznes fəaliyyətini birgə həyata keçirməsi. Ortaqlıqda bir şirkət deyil, yəni burada yeni bir şirkət, bir korporasiya yaranmır. Sadəcə olaraq tərəflər birgə işləri yerinə yetirirlər. Yəni ortaqlıq bir növ bir şirkət yaratmadan, bir hüquqi şəxs yaratmadan birgə fəaliyyət adlanır. Ortaqlığın da növləri var. Biri var tam ortaqlıq, biri də var komandit ortaqlıq. Tam ortaqlıq odur ki, bütün ortaqlar burada pay sahibi və söz haqqı sahibidirlər. Yəni, mən də, siz də və ya digər bir şəxs də ortaqdır və hamımız idarə etmədə iştirak edirik. Eyni zamanda da biznesin pay sahibiyik. Komandit ortaqlıqda isə bəzi ortaqlar tam şəkildə söz haqqına sahibdirlər, bəziləri isə ancaq pay sahibidirlər. Yəni, nə deməkdir? Komandit ortaqlıqda nümunə. Bir neçə şəxs deyək ki, birgə bir ortaqlıq qurmaq istəyir, amma maliyyələri çatmır. Ona görə başqa şəxsləri də bu ortaqlığa cəlb edirlər və bir ümumi ortaqlıq yaradırlar. Hansı ki, o cəlb etdikləri şəxslər deyirlər ki, baxın, siz belə deyək, narahat olmayın, sadəcə maya qoyacaqsınız və mənfəətdən pay götürəcəksiniz. Sizin burada hər hansı bir idarə etmədə iştirak etməyinizə və s. bir gərək yoxdur. Yəni, komandit ortaqlıqda bəziləri tam ortaqlardır, bəziləri isə payçılardır, sadəcə komanditçilərdir. Okey, bu da oldu ortaqlığın növləri. Kommersiya müəssisəsi ilə bağlı biz nə öyrəndik? Deməli, kommersiya müəssisəsinin nə olduğunu və kommersiya müəssisəsində deməli təşkilati hüquq formalarının fərdi sahibkar və ortaqlığı. Bundan sonra kommersiya müəssisəsinin digər təşkilati hüquq formaları artıq korporasiyalar, şirkətlərdir. Hansı ki, indi biz həmin təşkilati hüquq formalara baxacağıq. Onlar MMC-lər, səhmdar cəmiyyətlər, səhmdar cəmiyyətin açıq və qapalı növləridir. Korporasiya dediyimiz anlayış elə şirkət mənasına gəlir. Baxın, bura kimi nə fərdi sahibkar, nə də ortaqlıq bir korporasiya deyildir, bir şirkət deyildir. Bir biznes ola bilər, amma bir şirkət deyil. Şirkət, korporasiya bir hüquqi şəxsdir. Biz şəxs anlayışlarını iki yerə bölürük. Fiziki şəxslər, bir də var hüquqi şəxslər. Fiziki şəxs insandır, hüquqi şəxs isə korporasiyadır. Korporasiya. Yəni, belə deyək, bu şirkətlərin fiziki formaları yoxdur. Məsələn, bu nə deməkdir? Yəni, bir hər hansı şirkət nümunəsi deyək, istənilən bir böyük şirkəti, məsələn, Apple şirkətini nəzərdə tutaq. Apple şirkətinin bir fiziki forması varmı? Yoxdur. Deyə bilərsiniz, binası onun fiziki formasıdır. Binanı sata da bilər, binaya sahib olmaya bilər, yenə fiziki forması yox. Artıq, belə deyək, olmasa da şirkət mövcuddur, düzdürmü? Yəni, bina deməli onun fiziki forması deyilmiş. Digər tərəfdən, məsələn, işçiləri, bütün işçilərini işdən çıxartsa, yenə də şirkət mövcuddur. Demək ki, o zaman bu şirkət nə bina deyil, nə işçi deyil. Şirkət nədir sadəcə? Dövlət reyestrindəki bir addır. Yəni, dövlət reyestrindən keçib Apple şirkəti, okey, bu bir korporasiyadır, bir şirkətdir, onun hüquqları var, öhdəlikləri var, okey. Ona görə biz şirkətlərə hüquqi şəxs deyilik. Fiziki şəxs deyirlər, ancaq hüquqi formaya sahibdirlər. İndi korporasiyaların növlərinə baxaq. Korporasiyalardan önümüzə ən çox çıxan növ məhdud məsuliyyətli cəmiyyət, yəni MMC-lərdir. MMC-lər niyə qarşımıza daha çox çıxır? Çünki yaradılması ən asan olan korporasiya növü MMC-dir. MMC-nin minimum nizamnamə kapitalı cəmi 10 manatdır. Yəni 10 manat ilkin sərmayə ilə biz MMC yarada bilərik. Yəni bu Azərbaycandakı minimal normasıdır. İndi ölkədən ölkəyə dəyişə bilər. Məsələn, İngilis dilində MMC-yə
LLC deyirlər, yəni Limited Liability Company, məsələn qısaca LTD də yazıla bilər. Türklər məsələn limited şirkətlər deyirlər. İndi onların hər ölkədə bunun müəyyən bir belə deyək öz qaydaları var, yəni minimum sərmayə məbləği və s. Bizdə gördüyünüz kimi cəmi 10 manatdır, yaradılma da asandır. Belə ki, necə ki fiziki şəxsdə biz deyirdik, ərizə ilə müraciət edib MMC yarada bilərik. MMC-ni, daha doğrusu fərdi sahibkar yarada bilərik. Hüquqi şəxsdə MMC-də də eyni qaydadır. Biz MMC-nin yaradılması üçün sadəcə ərizə ilə müraciət etməyimiz kifayət edəcək. Yəni biz onlayn şəkildə və ya əyani şəkildə ərizə ilə müraciət edərək məhdud məsuliyyətli cəmiyyət yarada bilərik. Yəni ərizənin doldurulmasını bir yerdə görəcəyik. 15 dəqiqənin içində biz bu dəqiqə bir MMC yarada bilərik. Yəni bu mənada asandır MMC-nin təsis olunması. MMC-nin üstünlüklərindən digəri adından görünən məhdud məsuliyyət anlayışıdır. Məhdud məsuliyyət. Məhdud məsuliyyət nə deməkdir? MMC-nin təsisçiləri və ya belə deyək, MMC-nin iştirakçıları MMC-nin borclarına görə məhdud məsuliyyət daşıyırlar. Yəni, MMC iflas edərsə, MMC deyək ki, artıq məsələndə bağlanarsa, bu halda MMC-nin iştirakçıları MMC-nin borclarına görə sadəcə yatırdıqları kapital qədər məsuliyyətə sahiblər. Yəni, ancaq qoyduqları kapital qədər itirə bilərlər. Ondan artıq yox. Yəni, MMC-nin borcuna görə MMC-nin iştirakçılarından gəlib kimsə nəyisə tələb edə bilməz. Bundan əlavə, onu deyim ki, burada bir halda məsuliyyət var. O da cinayət məsuliyyəti olduğu halda ki, yəni əgər məsələn də bu MMC-nin borcları hər hansı bir belə deyək, cinayət məsuliyyəti hesab olunur. Deyək ki, burada bir dələduzluq halları və s. aşkar olunarsa və ya 50.000 manatdan yuxarı vergi borcu da cinayət məsuliyyətidir, 50.000-dən yuxarı vergi borcu olarsa, o hallarda MMC-nin iştirakçılarından təbii ki, tələb oluna bilər. Amma qalan normal biznes fəaliyyəti gedib, MMC də iflas edib, MMC-nin borclarına görə onun iştirakçıları məhdud məsuliyyət daşıyırlar. Bu da əsas üstünlüklərdən biridir. Fərdi sahibkarı bu mənfi cəhəti idi. Fərdi sahibkar çünki tam məsuliyyət daşıyır. Amma MMC-də gördüyünüz kimi məhdud məsuliyyətin daşınılması ilə bağlı biz görmüş oluruq. Bundan sonra MMC ilə bağlı olan məlumatlarımızı dedik. Bizim başqa burada vurgulamamız gerəkən bir şey varmı? Elə vəsaitimizin özünə də təkrar bir nəzər salsaq, burada görə bilərik. MMC-nin məlumatları elə bunlardır. Burada əlavə olaraq bir müəssisə növü də var. Korporasiyaların digər bir növü əlavə məsuliyyətli cəmiyyət. Əlavə məsuliyyətli cəmiyyət əslində elə MMC-dir. Sadəcə MMC-dən fərqli olaraq burada cəmiyyətin iştirakçıları müəssisənin öhdəlikləri üzrə tam maddi məsuliyyət daşıdığı haldır. Yəni konkret olaraq belə deyək, bizdə bir təşkilati hüquq formalarının içində rəsmi olaraq əlavə məsuliyyətli cəmiyyət deyə bir növ yoxdur. Sadəcə dediyim kimi də, əgər məsələn məhdud məsuliyyətli cəmiyyətdə iştirakçılar əlavə məsuliyyət qəbul edirlərsə, yəni tam məsuliyyət daşıyırlarsa, o halda bu əlavə məsuliyyət cəmiyyət hesab olunacaq. Okey. Bu, yəni hal belə müəssisə növü olaraq rəsmidə bizim qarşımıza çıxan bir şey deyil. Bundan sonra üçüncü, səhmdar cəmiyyətlər. Gəlin baxaq. Səhmdar cəmiyyətlər. Səhmdar cəmiyyət anlayışı indiyə qədərki anlayışlara nəzərən daha böyük bir anlayışdır. Belə ki, səhmdar cəmiyyətlər, ASC-lər, GSC-lər iri müəssisələr olur. Səhmdar cəmiyyətin yaradılması üçün ən azı 3 şəxs müraciət etməlidir. Bu şəxslər bu arada fiziki də ola bilər, hüquqi də ola bilər. Ümumiyyətlə biz əgər fiziki və ya hüquqi deyə konkret adlandırmırsa, şəxs deyiriksə, hər ikisi aiddir. Məsələn, MMC-də MMC-ni bir nəfər də yarada bilər, bir neçə nəfər də. Və ya nəfər deməyək, elə şəxs deyək orada da. Çünki MMC-ni yaradanlar da fiziki də ola bilər, hüquqi də ola bilər. Yəni bir şirkət də MMC yarada bilər. Bir neçə şirkət də birləşib MMC yarada bilər. Və ya bir şirkətlə bir neçə insan da birləşib MMC yarada bilər. Səhmdar cəmiyyətlərdə isə onların sayı minimum 3 olmalıdır. Ən azı 3 fiziki və hüquqi şəxs birləşib MMC nə edir? Səhmdar cəmiyyət təsis edə bilər. Səhmdar cəmiyyət nə deməkdir? Səhmdar cəmiyyət
nizamnamə fondu, yəni ilkin sərmayəsi səhmlərdən, hissələrdən ibarət olan cəmiyyətdir. Səhm sözü ərəb fars mənşəli sözdür, hissə mənasına gəlir. İndi nə başa düşürük? Nizamnamə fondu səhmlərdən ibarət olan cəmiyyət deyəndə. Bu o deməkdir ki, şirkətin, məsələn, deyək ki, bir nizamnamə fondu var 10 milyon manat. Bu 10 milyon manat nizamnamə fondunu biz özümüz tək başımıza qoymuruq və ya 3 nəfər yaradan şəxs qoymur. Nə edirik? Bu nizamnamə fondunu səhmlərə, yəni hissələrə bölürük. Məsələn, bir ədədi 1000 manat dəyərində hissələrə bölürük və biz artıq təyin edirik ki, 10 milyon manatı 1000 manatlıq hissələrə böləndə 10.000 ədəd hissə edir. Bir kalkulyatorda da bölək baxaq. 10 milyon bölünsün 1000. Bəli, 10.000 ədəd hissə edir. Yəni 10.000 ədəd səhm edir. Biz 10.000 ədəd səhmi artıq buraxırıq. Buna səhmlərin emissiyası da deyilir. Hansı ki, bu səhm buraxıldı. İndi kim neçə səhm istəyirsə alır. Elə insan ola bilər gəlir 1000 səhm alır, şirkətin 10%-nə sahib olur. Elə insan gəlir 100 səhm alır, şirkətin 1%-nə sahib olur. Yəni bu şəkildə aldığı səhmə uyğun olaraq şirkətdə pay sahibi olmuş olur. Deməli səhmdarlar. Okay. Səhmdar cəmiyyətin əsas forması baxın budur. İndi səhmdar cəmiyyətin açıq qapalı tipində də məsələ nədir? Bizim əsasən danışdığımız açıq tip üzərindəndir. Açıq tipdə odur ki, istənilən qədər gördüyünüz kimi səhmdar ola bilər və səhmdarlar səhmləri istədikləri şəxsə sata bilərlər. Yəni səhmlərin özgənçiləşdirilməsi belə deyək, mümkündür. Və qapalı səhmdar cəmiyyətdə isə bu belə deyil. Qapalı səhmdar cəmiyyətdə maksimum 50 iştirakçı ola bilər. Eyni zamanda qapalı səhmdar cəmiyyətdə səhmlərin özgənçiləşdirilməsi ancaq səhmdarların yığıncağında razılıq əsasında mümkündür. Yəni burada bir növ qapalı bir sistemdir. Yəni orada səhmləri kimlərəsə satmaq məsələsi filan o qədər də mümkün deyil. Yəni bu biraz qapalı bir sistemdir. Baxın burada biz qeyd etmişik. Deməli, açıq səhmdar və qapalı səhmdar cəmiyyətin fərqlərini. Açıq səhmdar cəmiyyətdə minimum nizamnamə kapitalı 4000 manat. Qapalı səhmdar cəmiyyətdə isə minimum nizamnamə kapitalı 2000 manatdır. Yəni minimum sərmayə açıqda 4000, qapalıda 2000-dir. Hansı ki bu o ilk 3 nəfər gedib səhmdar cəmiyyəti yaradır ha. Onların qoyması gərəkən kapitaldan söhbət gedir. Açıq səhmdar cəmiyyətdə 4000, qapalıda 2000 kapital qoymaqla yarada bilərlər. Nizamnamə fondu isə, yəni buraxılan səhmlərin ümumi dəyəri. Açıq səhmdar cəmiyyətdə 10 milyon, qapalı səhmdar cəmiyyətdə isə 5 milyon manat təşkil edir. ASC-də 10 milyon, QSC-də isə 5 milyon manat ümumilikdə təşkil edir. Okay. Bu aralarındakı digər bir fərq. Diqqət verirsə, həm nizamnamə kapitalı, həm də nizamnamə fondu bir növ yarı-yarıya fərq edir ASC və QSC arasında. İştirakçı sayı isə ASC-də limitsizdir. İştirakçıların limiti yoxdur. QSC-də isə iştirakçı sayı maksimum 50 şəxsdir. 50 şəxs iştirakçı ola bilər. Bu şəkildə ASC və QSC-nin ümumi xüsusiyyətlərindən danışmış olduq. Yəni, yəqin ki, ASC və QSC ümumiyyətlə səhmdar cəmiyyətlə bağlı məlumatlar beyində formalaşmış olar. Bu səhm anlayışının özü də geniş bir anlayışdır. Məsələn, bu səhmlərin alğı-satqısı var. Yəqin ki, bilirsiniz, bu traderlərin elədikləri işdir. Hansı ki, məsələn, trading edirlər, hansısa şirkətin səhmlərini alır, qiymət qalxdı, satır. Məsələn, Nvidia səhmləri bir ara çox məşhurlaşmışdı, qiymət həddən artıq qalxmışdı və çox insan orada ciddi məbləğlər qazanmışdı, sonradan düşdü və s. Yəni, sırf artıq o səhm ticarətlə məşğul olan belə deyək, şəxslər bu işlərlə maraqlanırlar. Səhmin, yəni, bu mənada əslində iki bazarı var. Bir var birinci bazar. Birinci bazarda bu şirkət yaranır və bu şirkətdən kimsə səhm alır, oraya investisiya etmək üçün. Bir də var ikinci bazar. İkinci bazar budur ki, artıq bu bazarda alınan səhmlərin ikinci dəfə satıla bildiyi bazar. Çünki belə düşünək də, biz sata bilməyəcəyimiz bir səhmi almarıq yəqin ki, düz deyilmi? Biz o səhmi ona görə pul verib alırıq ki, əmsalda satacam. Yəni ona görə bu ikinci bazar bir növ oradan formalaşır və artıq elə insanlar var, məsələn, sırf hissə sahibi olmaq üçün, şirkətin
payının sahibi olmaq üçün səhm alırlar. Bir də var ki, ancaq o səhmin alveri ilə məşğul olurlar. Bir sözlə səhm trading ilə məşğul olurlar. Ancaq qalxıb düşməklə, hansı bitcoinlərdə və s. olduğu kimi, bu coinlərdə olduğu kimi. Deməli, səhmlərlə bağlı da burada onu qeyd edək ki, səhm emisiya olunur, yəni səhmin buraxılması emisiya edilməsi adlanır. Səhm buraxan şirkət emitent adlanır. Yəni elə bu hansı şirkət ki, məsələn, o səhmdar cəmiyyətdə, yəni. Və səhmlərin, belə deyək, gəlirik dəyəri anlayışına. Səhmlərin dəyəri nədir? Səhmlərin iki növ dəyəri var. Bir, səhmin ilkin dəyəri və ya nominal dəyəri. Bir də var səhmin bazar dəyəri. Səhmin nominal dəyəri odur ki, məsələn, bayaqki nümunədə dedik, 1000 manatlıq səhm buraxırıq. Yəni, biz 10 milyon manatı 1000 manatlıq hissələrə bölürük. 1000 manat səhmin nominal dəyəridir. Səhmin bazar dəyəri adlanan dəyəri isə odur ki, daha sonra bazarda bu səhmə tələbin artması və azalması əsasında, alanların, satanların sayları əsasında nə yaranır? Səhmin bazar dəyəri formalaşır. Ola bilər ki, bir səhmin nominal dəyəri və bazar dəyəri fərqlənsin ki, zaten fərqlənir. Okay. İndi belə bir durum var. Məsələn, bizim şirkətimizin səhminin nominal dəyəri 1000 manat idi. Amma bazarda tələbin artmasına əsasən səhmin bazar dəyəri qalxdı oldu 2000 manat. İndi belə olduğu halda bizim şirkətin səhmini alan kimsə 1000 manatlıq səhm üçün əgər bizim şirkətin özünə 2000 manat ödəyirsə, yəni 2000 ödəyərək 1000 manatlıq səhm alırsa, o əlavə ödənilən 1000 manat adlanır emissiya gəliri. Səhmin nominal dəyərindən yüksək qiymətə emissiya edilməsi nəticəsində yaranan fərq emissiya gəliri adlanır. Biz burada hələ ki müəyyən bir terminologiyanı öyrənirik əslində bir mənada. Burada dividend sözünü yazmışam. Dividend nədir? Səhm sahibləri ilin sonunda şirkətin mənfəətindən pay alırlar təbii ki. Yəni, bu il bitdi, bu ilin mənfəətinin payı bölünəcək. Artıq o bölünən pay adlanır dividend. Hansı ki, dividend sözü özü də divide, bölüşdürmək sözündən yaranır. Yəni, dividend bölüşdürülən deməkdir. Okay. Bölüşdürülən mənfəət. Okay. Dividend bölüşdürülən mənfəət mənasına gəlir. Okay. Deməli, belə. İndi biz burada səhmlərlə bağlı da məlumatları öyrəndik. Səhmlərlə bağlı bir şey də demək istəyirəm. Səhmlərin özlərinin də iki növ var. Biri var adi səhm, biri də var imtiyazlı səhm. Adi səhm dediyimiz, elə burada tərifi də var zaten. Amma bildiyimiz səhm almışıq şirkətdən, şirkətdə payımız var. Şirkət nə vaxt sıfırçıdəsə onun əmlakı bölüşdürülərsə, səhmdarlar arasında bir hissəsi bizə bölünəcək. Şirkətin mənfəətindən biz pay götürürük və s. İndi burada tərifində də qeyd olunub, sahibinin səhmdar cəmiyyətin gəlirinin bir hissəsini dividend şəklində almaq, cəmiyyətin idarə edilməsində iştirak etmək və ləğv edildiyi halda yerdə qalan əmlakın bir hissəsini əldə etmək hüquqlarını təsbit edir. Yəni, adi səhm sahibi səhmdar cəmiyyətin gəlirinin bir hissəsini dividend kimi ala bilir. Çünki dividend bölünürsə, bu şəxsi səhmdardır, oradan pay götürəcək. İkinci, cəmiyyətin idarə edilməsində iştirak edir. Yəni, bu cəmiyyətin, səhmdar cəmiyyətin idarə edilməsi prosesində o da söz haqqına sahib ola bilər. Bu, təbii ki, səhmin faizindən asılıdır müəyyən qədər. Çünki, belə deyək də, biz məsələn, bu dəqiqə Amazondan gedib bir dənə səhm alsaq, biz Amazonun idarə edilməsini iştirak edə bilmərik də təbii ki. Hansı halda iştirak edə bilərik? Biz Amazonun səhmlərinin 20% üzərini almışıq, orada artıq bizim bir söz haqqımız yaranır. Əsasən, belə deyək, şirkətlərin o böyük səhmləri olur başqa şirkətlərdə daha çox. Yəni, bir şirkət başqa şirkətin səhmlərini alır və hətta orada da belə bir şey var ki, bir şirkət başqa şirkətin 20%-dək səhmini alırsa, buna investisiya deyirlər. 20%-dək səhmini alırsa, belə yazın bura, 20%-dək səhm alınırsa, investisiyadır. Burada bir, belə deyək, həmin şirkətdə idarə etmədə iştirak etmir və s. 20%-50% arası səhm alırsa, həmin şirkət özünün asılı müəssisəsinə çevirir.
50%-dən üzəri səhm alırsa, yəni 51% üzəri səhm alırsa, həmin şirkət özünün törəmə müəssisəsinə çevirir. Yəni artıq tamamilə özünün alt müəssisəsinə çevirmiş olur. Məsələn, nümunə hansısa bir dövlət şirkətinin 51%-ni özəl bir şəxs alırsa, özəlləşmiş hesab olunur. Məsələn, elə o da və ya tərsinə. Özəl bir müəssisənin 51%-ni dövlət tərəfindən alınarsa, artıq dövlət müəssisəsi hesab olunur. Yəni 51% kimdədirsə, onun törəmə müəssisəsi hesab olunacaq da. Okay. Deməli, indi biz burada bu adi səhmdən danışırdıq. Okay. Adi səhmdən deməli, danışanda dedik, cəmiyyətin idarə edilməsində iştirak etmək və ləğv edildiği halda yerdə qalan əmlakın bir hissəsini əldə etmək hüquqlarını təsbit edir. Təbii ki də, şirkətin 20% mənim ləğv olunduğu halda da əmlakın 20% mənim olacaq təbii ki. Okay. Bəs yaxşı, imtiyazlı səhm nə deməkdir? İkinci, imtiyazlı səhm. İmtiyaz səhm, belə ifadə edeyim ki, qısa cümlə ilə, bu biraz istiqrazlara oxşuyur. Siz məsələn bir şirkətdən imtiyaz səhm alırsınız, hər il sizə konkret məbləğ ödəyirlər. Okay. Yəni biraz elə bil ki, istiqraz almışsınız qiymətli kağız. Hər il ona görə sizə müəyyən məbləğ ödəyirlər. Onu oxşuyur bir növ imtiyazlı səhmlər. Deyir, sahibinin malik olduğu səhmin nominalından müəyyən faiz ifadə olunmuş ölçüdə dividend almaq hüququnu təsbit edir. Yəni, səhmin nominal dəyərinin müəyyən faizi, məsələn 10% hər il dividend veriləcək. Okay. İmtiyaz səhm sahibinə artıq fərq etmir. Şirkət bu il çox mu qazandı, az mı qazandı? Adi səhm sahibinə bu fərq edir. Şirkət çox qazansa çox dividend alacaq, az qazansa az dividend alacaq. Amma imtiyazlı səhm sahibinə bunun heç bir fərqi yoxdur. Hər bir halda o sabit dividend alacaq. Çünki səhmin bazar dəyər əsasında da almır ha. Səhmin nominal dəyər əsasında alır. Yəni bu nə deməkdir? O deməkdir ki, səhmin nominal dəyəri dəyişmir və demək alınan dividend məbləği də dəyişmir. Okay. Və bu dividendin alınmasına digər adi səhm sahiblərinə nisbətən üstünlük hüququ var. Bu nə deməkdir? Yəni, məsələn, imtiyazlı səhmlər adi səhmlərə nəzərən ödənilmədə üstünlük var. Yəni daha öncəlik var. Məsələn, hətta şirkət deyək ki, məsələn də iflas olunursa, o halda əmlakın bölüşdürülməsi zamanı belə imtiyaz səhm sahiblərinə üstünlük verir. Və ya məsələn, dividendin verilməsində də necə bir üstünlüyü deyə bilərik? Öncəlik olması, öncə ödənilməsi, məsələn, bu deyək ki, ayrı məsələ. Digər tərəfdən isə, məsələn, şirkət bu il mənfəət əldə etmədi, dividend verə bilmədi. Ümumiyyətlə, dividend elan olunmadı. Növbəti dividend verəndə imtiyazlı səhm sahiblərinə bu ilin dividendi də verilir. Yəni, verilməmiş illər də daha sonradan əlavə olunaraq veriləcək. İmtiyaz səhmdə, baxın, belə bir anlayışımız da var. Yəni, burada verilməmiş dividend qalmır. Daha sonradan əlavə olunur, verilir yəni. Səhmlərin dəyəri. Səhmlərin nominal dəyəri var, bazar dəyəri var. Səhmlərin nominal dəyəri, səhmin bayaq dediyim nizamların fonda ilkin dəyəridir. Bazar dəyəri də maliyyə bazarında tələb təklif əsasına formalaşan dəyərdir. Zaten bunu yazmışdım bayaq. Səhmdə bu investisiya, aslı müəssisə, törəmə müəssisə anlayışlarında dedik. Okay. İndi burada mən sizə onu qeyd edeyim ki, baxın, bizim öyrəndiklərimizdən deməli, bizim əsasən müəssisədə qarşımıza çıxacaq fərdi sahibkar, MMC, ASC, GSC. Biz burada fərdi sahibkarlar və MMC-lər, biz daha çox kiçik müəssisələrdə bunları görürüksə, MMC düzdür, çox böyük korporasiyalar da ola bilər, amma yəni kiçik müəssisələr də ola bilər. Fərdi sahibkarlar isə əsasən kiçik müəssisələr olur, yəni mikro və kiçik bizneslər fərdi sahibkar kimi daha çox fəaliyyət göstərirlər. O səbəbdən də sözümü ora gətirmək istəyirəm ki, fərdi sahibkar və MMC-lərdə bəzən komanda kiçik olduğuna görə orada bir çox işi mühasib yerinə yetirir. Yəni, bəzən ayrıca HR olunur, hüquqşünas olunur, təchizat şöbəsində kimsə olunur və s. Yəni, mühasib bir çox insanın işini yerinə etmək məcburiyyətində qalır. Yəni, bir çox şeydən məlumatlı olması gərəkir. O səbəbdən belə deyək ki, biz məsələn, öyrənəcəyimiz bu dərsin detalında bəzi şeylər, elə o fərdi sahibkar və MMC-lərdə işləyərkən bizə lazım ola bilər deyə öyrənəcəklərimiz olacaq. Onu deyim ki, fərdi sahibkar və MMC-nin dövlət qeydiyyatını sizlə birgə öyrənəcəyik. Həmin deyək ki, o qeydiyyat ərizələrinin verilməsi, obyekt kodlarının alınması və s. Yəni, bunlar bizim işimiz olacaq. Korporasiyalardan isə
Səhmdar cəmiyyətin artıq təsisi prosesi, səhmdar cəmiyyətin qeydiyyatı və s. o proseslər artıq hüquqi proseslər, yəni o artıq belə deyək ki, səhmdar cəmiyyət haqqında qanun var, yəni onun artıq belə deyək, müraciəti yaradılması ayrıca bir prosesdir. O bizim vergi portalından ərizə verməyimizdən deyil, orada artıq təbii ki, iri müəssisədir, hüquqi bir prosesi var, hüquqşünaslar tərəfindən həyata keçiriləcək. Yəni bizim üzərimizə düşən işlərdə biz yerinə yetirəcəyik, yəni mühasibat sudunun aparılması istiqamətində. Belə, yəni ona görə biz mühasib olaraq fərdi sahibkarın MMC-nin qeydiyyatını bilməliyik. Hansı formda yaradılır sıfırdan. Çünki müştəri gəlib bizə deyə bilər ki, mən bir biznes yaradıram, mənim mühasibim sən olacaqsan, mənim şirkətimi qur, təsis et. Artıq biz onu edə bilməliyik. Amma səhmdar cəmiyyətlər isə artıq burada təbii ki, iri müəssisədir, burada komanda var. Zaten hər kəsin öz vəzifə öhdəlikləri var. Yəni burada şirkətin təsisi ayrıca bir hüquqi prosesdir. Deməli belə, bundan sonra gəlirik müəssisənin növlərini öyrəndik. Fərdi sahibkarı, MMC-ni, ASC-ni, GSC-ni, ortaqlıqdan da danışdıq. İndi müəssisələrin ölçüləri. Sahibkarlıq subyektlərinin, yəni müəssisələrin 4 ölçü növü var. Mikro, kiçik, orta, iri. Mikro sahibkar işçi sayı 10 nəfərə, dövriyyəsi 200.000 manata dək olan müəssisələrdir. Diqqətlə isə ölçü meyarını iki şey əsasən təyin edirik. İşçi sayına və dövriyyəsinə. Dövriyyə satışı deməkdir. Buradakı dövriyyə bir illik dövriyyə nəzərdə tutulur. Yəni, yanvarın 1-dən dekabrın 31-nə qədər. Niyə bunu xüsusi vurğulayıram? Çünki iləride biz başqa dövriyyə anlayışları da görəcəyik. Son 12 ayın dövriyyəsi anlayışını görəcəyik. O, daimi hesablanır. Oradakı yanvarın 1-i dekabrın 31 deyil son 12 ay. Yəni, məsələn, indi 17 maydır. Keçən ilin 17 mayından bu günə olan dövriyyə də hesablanır. Hər gün hesablanması üçün ayrı bir şeydir. Amma burada dövriyyə ildə bir dəfə hesablanır. Dekabrın 31-də. Deməli, mikro sahibkar işçi sayı 10 nəfər edək, dövrü 200.000 edək. Kiçik sahibkar işçi sayı 11.50, dövrü 200.000 3 milyon arası. Orta sahibkar işçi sayı 51, 250, dövrüyə 3 milyon 30 milyon arası. Və iri sahibkar işçi sayı 251 və daha çox, dövriyyəsi 30 milyondan çox olan müəssisələrdir, iri sahibkarlıq subyektləri. Burada ola bilər ki, məsələn, meyarın biri daha kiçik subyektə, digəri isə daha böyük subyektə uyğun gəlsin. Məsələn, işçi sayı 8, dövriyyəsi isə 400.000. İşçi sayı mikro sahibkar, dövriyyə isə kiçik sahibkara. Və ya tərsinə, işçi sayı 15, dövriyyəsi isə 150.000. İşçi sayı kiçik, dövriyyə isə mikro sahibkara uyğun gəlir. Görürsünüz kimi, hər iki meyardan biri fərqli bir subyektə uyğun gəlirsə, belə olan halda biz nə edirik? Sahibkarlıq subyektinin ölçüsünü daha böyük olan ölçü üzərindən təyin edirik. Yəni, bir meyar mikroya, bir meyar kiçik sahibkara uyğun gəlirsə, bizim sahibkarlıq subyektimizin ölçüsü kiçik sahibkardır. Bir meyar kiçik sahibkara, bir meyar orta sahibkara uyğun gəlirsə, bizim sahibkarlıq subyektimizin ölçüsü orta sahibkarlıq subyektidir. Bundan sonra burada nə var? Meyarın, deməli, hər biri fərqli uyğun gəlirsə, bunu demişik. Müəssisələrin fəaliyyət növləri var burada. Əməliyyat fəaliyyəti, investisiya fəaliyyəti və maliyyə fəaliyyəti. Əməliyyat fəaliyyəti dedikdə nəyi nəzərdə tuturuq? Müəssisənin əməliyyat fəaliyyəti onun əsas fəaliyyətidir. Yəni, müəssisə hansı işi yerinə yetirmək məqsədlə yaradılıbsa, o fəaliyyət əməliyyat fəaliyyətidir. Məsələn, Meta Education təhsil xidməti verir, əməliyyat fəaliyyəti budur. Və ya Meta mühasibatlıq, mühasibat uçot sahəsində məsləhət xidmətləri verir, əməliyyat fəaliyyəti budur. Azərsun istehsalat eləyir, əməliyyat fəaliyyəti budur. Amma bu şirkətlər əgər başqa sektorlara investisiya edirlərsə, məsələn, deyək ki, başqa hər hansı bir şirkətin payını alır, yəni müəyyən bir, deyək ki, hissəsini alır və ya hər hansı bir əmlak alışı edirlər və s. Bunlar nə ola bilər? İnvestisiya fəaliyyəti, yəni iqtisadi potensialını genişləndirmək məqsədi ilə başqa sahələrə yatırım etməsi fəaliyyətidir. Üçüncü, maliyyə fəaliyyəti. Bu da maliyyə alətləri ilə bağlı olan, əsasən faiz gəliri gətirməsi üçün aparılan fəaliyyətdir. Yəni, bir növ faiz gəliri gətirəməsən, ola bilər, depozit faizləri və s. bu tipli gəlirlər gətirən fəaliyyətlər maliyyə fəaliyyətləri hesab olunur. Belə, bu da müəssisənin fəaliyyət növləri.
Bundan sonra müəssisənin yaradılması var burada. MMC və fərdi sahibkarlığının yaradılması. İndi bunu da növbəti dərs biz öyrənəcəyik. Belə ki, mən ümumi bir şifahi desəm, müəssisə yaradılmasının iki növü var. Bir var əyani formada, bir var onlayn formada. Əyani şəxs qeydiyyatda olduğu ərazidə vergi idarəsinə getməlidir. Vergi idarəsində ərizə verməlidir. Lakin məsələn də bu bir vaxt aparan bir şeydir. Məsələn, Bakıda deyək şəxs bizneslə məşğul olacaq, amma qeydiyyat ünvanı rayondur. O məcbur getsin, həmin rayon üzrə vergi idarəsinə qeydiyyatdan keçsin. Ondan sonra da vəyanə hazır olanda getsin, yenə onu götürsün və s. Ona görə daha çox onlayn üstünlük verirlər. Onlayn isə necə olur? Onlayn olaraq e-Taxes portalına daxil olub ərizə vermək lazımdır. Bunun üçün isə təbii ki, asan imza nömrəsi lazımdır. Şəxs asan imza nömrəsi əldə edir. Məsələn, baxın, New e-Taxes portalımız var. Asan imza nömrəsini əldə edib bu portala daxil olub buradan ərizə təqdim edir. Asan imza nömrəsini haradan əldə edirik? Asan imza nömrəsini hər hansı mobil operatordan əldə edib asan xidmətdə onu biz aktivləşdirə bilərik və yaxud elə asan xidmətin özündən də birbaşa əldə etmək olar. Artıq bu da mümkündür. Təqribən bir 35 manat xərciniz çıxacaq asan imza nömrəsinin əldə olunmasına. Aylıq da 2 manat 50 qəpik asan imza xidmətinə abunə haqqıdır nömrənin asan imza tərəfindən aktiv qalması üçün. Deməli, bu asan imza nömrəsindən daxil olma prosesi necədir? Asan imza nömrəsi belə düşünün ki, sizin elektron portallardakı imzanızı əvəz edir. Sima imzadan məlumatınız varsa, onun kimi düşünə bilərsiniz. Deməli, məsələ nədir? Asan imza nömrəsi digər mobil nömrələr kimidir. PIN 1-i, PIN 2-si var. Amma əlavə olaraq onun asan imza PIN 1 və asan imza PIN 2-si var. Hansı ki, biz portala daxil olmaq istəyəndə, məsələn, internet vergi idarəsinə giriş etmək istəyirik. Gəlirik burada giriş hissəsinə. Asan imzanı seçirik. Asan imza nömrəmizi, mobil nömrəmizi yazırıq. Ardı ilə isə ID kodumuzu yazırıq. Daxil olub vurduqda ekrana bir kod çıxır. Eyni kod mobil telefona da gəlir və mobil telefonda bizdən bu kod ekrandakı ilə eynidirsə təsdiq etməyimiz, ardı ilə isə mobil nömrənin asan imza PIN 1 kodunu daxil etməyimiz tələb olunur. Yəni, qısacası daxil olub vururam, ondan sonra telefona gələn mesajı təsdiq edib PIN 1-imi yığıram və sistem açılır. Sistemdə hər hansı sənədləri imza etmək üçün isə bizdə PIN 2 kodunu yığmaq tələb olunur. PIN 2 kodunu telefondan yığanda artıq sənəd imzalanmış olur. Asan imza nömrəsini belə deyək, biz asan xidmətdən alanda, hələ ki vəyanimiz olmadığı üçün asan imza nömrəsi bizim şəxsiyyət vəsiqəmizlə əlaqələndirilir. Ona bir növ şəxsi sertifikat adı verirlər. Yəni, asan imza bizim şəxsiyyət vəsiqəmizlə əlaqələnmiş olur. Şəxsi əməliyyatlar aparmaq üçün bir sertifikat olmuş olur. Amma biz vəyanimizi açandan sonra asan imza bizim vəyanimizlə də əlaqələndiririk və olur o biznes sertifikat. Asan imzanın artıq biznesimiz adından çıxış etmək hüququ olur. Biznesimiz adından nəyinsə imzalamaq hüququ olur. Belə. İndi gələn artıq dərsimizdə biz asan imza ilə müəssisənin yaradılmasını tam praktiki şəkildə icra edəcəyik. Yəni, siz artıq özünüz müstəqil bir şirkət yaratmağı bacaracaqsınız. Belə. Yəni, bundan sonraki videoda onu izləyə bilərsiniz. Bu şəkildə. Mən material da göndərəcəm. Bir ümumi nəzərdən keçirərsə oxuyarsınız. Oldu. Növbəti videoda görüşərik. Sağ olun, salamat qalın.